Verilişin baş sponsoru Möcüzə Yağları. Verilişin sponsoru Azərdoz. Ərzaq təminatı Neptun Marketlər şəbəkəsi. Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar. Möcüzə ləzzətlər verilişi efirdədir. Hər kəsi salamlayırıq, xoş gördük deyirik. Çay sözün özünüzə. Mən möcüzə ləzzətlər fincanım var idi. Bax, görürsünüz, qonaqlarımıza veriblər. Mənə verməyiblər. Mənə belə gözəl atlarda çay süzüblər. Təşəkkür edirəm bizim xalayadakı bu çay süzdüyünə görə. Və əziz tamaşaçılar, biz başlayırıq. Siz də çaylarınızı süzün, əyləşin ekranlara yaxın və bizi izləyin. Çünki bugünkü verilişimizdə mənə elə gəlir ki, maraqlı olacaq. Bəlkə də dadlı yeməklər hazırlayacaqlar bizim tamaşaçılarımız, hələ bilmirəm. Həmişə olduğu kimi, daha doğrusu həmişə olduğu kimi yox, axır günlər, son günlər bilirsiniz ki, Ələsgər bizim verilişə gecikirdi. Buradan Ələsgəri salamlayırıq. Əminəm ki, bizim verilişi izləyir və bizim veriliş üçün darıxacaq. Biz də onu burada görmək istərdik, amma təəssüflər olsun ki, Ələsgərin işləri çoxdur, toy ərəfəsindədir, ona görə də verilişə gecikirdi, gələ bilmirdi, bizi intizarda saxlayırdı və biz də qərarı aldıq ki, daha doğrusu Ələsgər özü də belə istədi ki, bir müddət verilişdən uzaqlaşsın. Və bizim gözəl dostumuz var, onu dəvət etdik verilişə. Bir neçə əvvəllər bizim verilişin formatı daha fərqli olanda həmin insanı siz bizim mətbəxdə bir kulinar kimi görmüsünüz və çox dadlı da yeməklər hazırlayırdı, çox pozitiv idi. Belə deyək də, verilişdə aman vermirdi heç kimə danışmağa, ancaq özü danışırdı, Fuad doktor olan ərəfələrdə. Və bugün biz o insanı dəvət etmişik, birazdan çağıracağım, kənarda qoy gözləsin, amma qonaqları daha doğrusu təqdim eləyirəm. Kimdir bugün bizimlə bərabər? Məmmədova Günay. Günay xanım, xoş gördük sizi, necəsiz? Çox sağ olun, necəsiz? Təşəkkür eləyirəm və Günay xanımın masasının üzərində soğan var, pomidor var, kartof var, göbələk var, badımcan, biber, kök, xiyar, çəkilmiş ət və göyərtilər, fərqli göyərtilər. Əlbəttə, möcüzə yağları, azərdoz. Nə hazırlayacaqsa Günay xanım? Bugün mən 3 bacı hazırlayacağım. Səsiniz batır? Biraz. Xəstədir Günay xanım. 3 bacı dolması, yəni pomidor, badımcan, biber dolması hazırlayacaq. Onda başlayın, əlcəkləri giyinin və biz söhbət edəcəyik və tərəf müqabilinizi, yəni digər mətbəxdəki bəyimizi təqdim edim. Samir Abbasov. Samir bəy, sizi də xoş gördük. Xoş gördük. Necəsiz? Çox sağ olun, mən də sizləri salamlayıram. Təşəkkür eləyirəm və siz nə hazırlayacaqsınız? Eyni ilə masanın üzərində demək olar ki, eyni ərzaqlardır. Mən bir daha salamlayıram və dəyərli tamaşaçıları salamlayıram. İnşallah mən bu günləri hazırlayacağam kotlet. Kotletdən kartofun biraz qatışıqlığı. Kartofu ayrı qızardacaq. Ayrı qızardacam. Kotleti ayrı qızardacaq. Onda başlayın. Siz də əlcəkləri giyinin. Allah Məhəmməd ya əlini nadır. Aha, başlayın. Mən isə kimi dəvət eləyim? Dəvət eləyim bizim bu hazırlanan yeməklərə qiymət verəcək olan kulinarımızı. Dəvət eləyim, bir dəqiqə, qazı yandıraq. Aha, deyəsən yenə də açmayıblar qazımızı. Açmamışsınız. Açdım. Artıq profesional olmuşam. Bütün işləri mətbəxdə görürəm. Kişi işini də, qadın işini də, hətta bizim təzə gələn kulinarın işini də görəcəm deyəsən. Dəvət eləyim gəlsin. Kimdir bizimlə bərabər olacaq kulinar? Yunus Tahirov. Yunus, gəl. Xoş gördük. Salam, mən də qonaqlarımızı salamlayıram, tamaşaçılarımızı salamlayıram. Mən də istəyirəm Ələsgəri təbrik edeyim, biz kolleqiyıq da ən azından. Yəni, Allah xoşbəxt eləsin.
Səncə Ələsgər darıxacaq bu mətbəx üçün? Əlbəttə darıxacaq. Siz Məncə kimi də. kollektiv üçün darıxmamaq biraz ən çox da çətin mənim məsələdir. sözlərim üçün darıxacaq, amma sən də ehtiyatlı ol. Ehtiyatlı ol. Məndə problem yoxdur. Bayaqlar deyəsən kulinarın da işini mən görəcəm. Ehtiyac yoxdur. Mən də öz işimi özüm görəcəm. Görək də, görək. Məndən nəyisə soruşacaqsınız ya yox. Və yeməyə nə var ay Yunus? Yəni bu bizim loqomuz kimi gedir. Bizim bişirdiyimiz yeməkləri yeməyə nə var? Yəni O asan mənada bir yemək. gedir. Bəli. Aha, o mənada. Bax önlükdə yazılıb yeməyə nə var? Yəni mən ona görə dedim. Amma saya bilmədi nə var. Mən olsaydım deyərdim ki, badımcan dolması var, kotlet, kartof var. Yəni bax belə. Və xanımımız 3 bacı dolması, 3 bacı dolması deməyi sevirəm. Pomidor, biber, badımcan dolması. Biber dolması bişirir. İndi görək necə hazırlayacaq. Əti qoydu, möcüzə yağlarından əlavə etdi, qoydu qovrulmağa. Suyu qoyursunuz, qaynasın. Suyu nə edəcəksiniz? Pörtlədəcəksiniz. Badımcanı pörtlədəcək və sonra görək nə edəcək. Siz də baxın Yunus, siz də baxın, görün ümumiyyətlə elə hazırlamaq lazımdırmı, yolu doğrudurmu, ola bilsin hazırlasın xanım, yəni kulinar deyil, öz bildiyi kimi hazırlayır, amma dadlı ola bilər. Sadəcə olaraq siz doğrusunu izah edəcəksiniz və sonda qiymət verəcəksiniz ki, hansı daha doğru hazırladı, hansı gigiyenik qaydalara daha dolğun riayət elədi və əlbəttə dadı necədir? Hazırlasın biz sonda öz fikrimizi bildirərik. Sonda öz fikrini bildirəcəksən, ona görə də diqqətli ol. Hərdən bir soruşanda nəsə yardım da eləyə bilərsən. Problem yox. Yaxşı, Yəni, çünki yardım əlimizi kulinarlar uzatmağa. deyil axı burada. Ona görə bir balaca məsləhətlərini də demirəm tam məsləhət, amma nəsə deyə bilərsən soruşanda. Və mən sponsorlardan danışım, əziz tamaşaçılar. Sonra söhbətimizi davam edəcəyik bizim qonaqlarımızla. Möcüzə yağlarına öz təşəkkürümüzü bildiririk bizimlə bərabər olduqlarına görə. O nə idi? İstədim əti döyəm. Siz ona soğan vurdunuz? Nəyə? Ətə. Yox, vuracam. Nə vaxt vuracaqsınız? Siz artıq kotletləri edirsiniz. Yox, yəni hazırlamıram kotleti. Prosta hələ ətin şeyinə baxıram, hələ vəziyyətinə baxıram, görüm ətin vəziyyəti nə yerdədir. Gördünüz? Ətin vəziyyətinə baxır, nə yerdədir. Hələ mən burada bıçaqlarım zadım, hələ yuyuram. Hələ mən burada bıçaq-sat yuyuram. Hələ mən burada yumaq işinə baxıram. Yaxşı. Kotletləri düzəldirdi, deyir, yumaq işinə baxıram. Nəysə, 100% bitki yağlarından əldə edilən möcüzə kərə ləzzətli günə baxan qarğıdalı yağları ilə plov bişirmədə çox əlverişlidir. Möcüzə markalı məhsullar kərə yağı ləzzətini xörəklərdə hiss etdirmək və həmçinin də bitki yağı ilə birgə kərə yağını istifadə etmə şansı yaradan yağlardır. Şirniyyatlarda, xörəklərdə və qızartmalarda yüksək effektə malikdir. 100% bitki yağlarından əldə edilən möcüzə kərə ləzzətli yağdan plov bişirərkən səhər naharında, eləcə də şirniyyat bişirərkən rahatlıqla istifadə edə bilərsiniz. Təşəkkür edirik möcüzə yağlarına. Və əlbəttə Azərduza öz təşəkkürümüzü bildiririk. Yodlaşdırılmış, keyfiyyətli, sağlam məhsul deyirsinizsə Azərduz alacaqsınız. Yod çatışmazlığı, fiziki və əqli zəifliyə, immunitetin aşağı düşməsinə və xalq arasında zob kimi tanınan ur xəstəliyinə səbəb olur. Keyfiyyətsiz duz digər tərəfdən böyrəklərdə daş yaranmasına gətirib çıxarır. Odur ki, Azərduzdan istifadə edin, bütün bu fəsadlardan uzaq olacaqsınız. Və əlbəttə bizim ev mebel şəhərinə öz təşəkkürümüzü bildiririk. Qafqazda yeganə mebel şəhəridir. 70-dən çox tanınmış brendi özündə birləşdirir. Bol çeşid var, yerində kredit var, rahat parking var. Harada yerləşir? Xırdalanda. Dünya mebeli bir ünvanda, bir məkanda. Xırdalanda bizim evdə, Əl-Riyadda. Təşəkkür edirik bizim ev mebel şəhərinə. Və əlbəttə, ərzaq təminatımız Neptun supermarketlər şəbəkəsindəndir. Neptun supermarketlər şəbəkəsi müştərilərin daha rahat alış-veriş etməsi üçün artıq online neptun.az saytını istifadəyə verib. Online neptun.az saytından qeydiyyatdan keçməklə istənilən növ məhsulun sifarişini verə bilərsiniz. Alış-verişiniz 20 manatdan çox olarsa çatdırılma pulsuz olacaq. Ödənişi isə qapıda nəqd və ya bank kartı vasitəsilə edə bilərsiniz. Ətraflı məlumat üçün 162-yə zəng edin. Bax belə, əlbəttə təşəkkür edirik. Bax o gözəl çiçəklərə görə mən çox bəyəndim. Deməli, gül dünyasına öz təşəkkürümüzü bildiririk.
gedin, bax belə gözəl gül çələngləri sizlər üçün də düzəltsinlər. Xeyir işlərinə, ad günlərinə aparmağa çox gözəl sərfəli qiymətə gül çələngləri düzəldir gül dünyası. Hə, vəziyyət necədir? Vəziyyət hələ ki normaldır. Səncə normaldır? Düzəlişlər eləyirik də. Yox, sən düzəliş eləmə. Ən Yox, az olmaz, Yunus da elə demədim ki. Bunu qarışdırmağa düzəliş deyilmir. Yox, yardım eləyirsən. Biraz göstərməlidir bizə. Siz də soğan vurmursunuz da. Vuracağım. Nə vaxt vuracaqsınız? İndi biraz pomidorun onun içine əlavə edəcəm ki, evet. Birinci dəfədə elə görürəm. İlk dəfədir. Biz tərəflərin, Necə olmalıdır? Səhv. Yanlışdır. biz tərəflərdə bizim zonalarda o pomidor. Hansı zona? Göyçəli. Göyçay? Göyçəli. Göyçə. Bəli. Baxın da, heyf bizdə canlı bağlantılar eləyə bilmirik. Yoxsa bax bu dəqiqə Göyçədən hər hansı bir insanla canlı bağlantı edib öyrənərdik. Göyçədə əti qovurur. Göyçay yox, Göyçə mahalı. Deməli, əti qovurur, pomidoru vuracaq, sonra soğanı doğrayıb əlavə edəcək. Olar Zamir xanım, mən bir şey qeyd edeyim. Yəni mən Azərbaycan mətbəxin, yəni yetərin qədər bilirəm də. Bəli. Biz də ona görə səni çağırdıq, Ələsgər. Yəni Göyçə, Gəncə, yəni bu pomidor, biber, badımcan dolması Azərbaycanın milli mətbəxidir. Yəni onu soğan ət qovurulandan sonra soğan heç vaxt vurulmur. Çünki o soğan orada ölməyəcək. Ölməyəcək, əlbəttə. Yox, o fərqi yoxdur. Fərqi yoxdur. Ondan sonra o dolmadan iyi gələcək. Düşdü soğan. Soğan iyi O başqa gələcək. məsələ. Hə, amma bir söz də deyim də. Bəzi bölgələrimiz var ki, Yunus, yəqin sən də bilirsən, badımcan dolması, biber dolması bişirəndə ora noxud da əlavə eləyənlər var. O Ağdam, Füzuli zonası onlar olur. Yəni Qarabağ bölgəsində var bunlar. Bəli. Bundan başqa bəziləri şabalı da əlavə edənlər Şirin də dolma var. eləyənlər var. Bəli. Yəni bu dolmanın növləri var, amma soğanı ət bişəndən sonra əlavə edən görməmişdim. İlk dəfə Günay xanımda gördüm və eybi yoxdur. O Unutduğumuz üçün. şabalıdır, Bakılılar vurur. Amma şabalıdla sevirəm dolmanı. Bakılılar Şabalıdla eləyir onu. bütün yeməkləri sevirəm. Şabalıdır çox sağlamlığa xeyirli bir Ondan da başqa biloklu bir Yunus produksiyadır. adi ərzaq sayılır. Ələsgərdən canımız qutardı rusca danışmaq, gəldi Yunus produkt sayılır. Ərzaq da qardaş, Ərzaq sayılır. Hə, ərzaq sayılır. Deməli, şabalıdı sevirəm kələm dolmasında. O içinə qoyurlar ətin. O Bakılılar eləyir Hə, onu. düzdür, mən Bakılı deyiləm, mən Quba tərəfdənəm. Amma yəni anamdan görmüşəm, yəni yaxınlarımdan görmüşəm ki, bax belə bişirirlər yeməyi, çox da dadlıdır. Amma şirin dolma kimi eləmirdi mənim anam. Amma şabalıd olurdu. Şabalıd vururdu, amma şirin dolma eləmirdi. Düzdür, şirin dolma da yemişəm, onun da bir başqa ləzzəti var. Amma mən daha çox duzlu da, belə deyək, duzlu Mən də xoşlamıram açığı şirin dolma. Hə, dolmanı sevirəm. Sonra məsələn badımcan mürəbbəsi, pomidor, bir dəfə pomidor mürəbbəsi yedim, dəhşət idi. Amma bir dəfə buradan salamlayıram, buyurun. Buradan salamlayıram Arzu xanımı. Arzu xanım bir dənə badımcan mürəbbəsi bişirmişdi. Bizim ailəvi dostumuzdur. Ora o qədər ədəvalar tökmüşdü, Yunus. Sadəcə olaraq mən onu izah eləyə bilmərəm. O ədəvaların tamı o badımcandan əsər əlaməti yoxdur. Badımcanın adı var idi. Adı var idi. Çox da dadlı idi və xeyirli idi. O ədəvalardan bir bəlli idi ki, insan orqanizminə onun açmağına baxın, elə açılmır. Elə açılmır. Siz evdə iş görürsünüz? Mən qətiyyən iş görmürəm. Bəs nə edirsiniz? Mən ancaq gəlirəm, toydan gəlirəm, yorğun gəlirəm. Verim açıq. Düz açmadım? Düz açdınız indi. Aha. Hə, toydan gəlirəm, yorğun gəlirəm, yatıram, dururam, gedirəm yenə toylara, belə. Yəni iş görməmək olar, amma bir qapağı da açmamaq. Heç qapağı da, heç mən sizə inandırım, heç mən qapağa da əlimi vurmuram. Heç bir şey. Ancaq mənim sənətim nədir? Oxumağından sonra Düz deyil belə. axı, düz deyil. İndi biz qadınıq deyə mən efirə çıxıram, gedim evdə heç nə iş görməyim ki, mən Yox, efirdən vallahi mən yalandan necə deyim? Hər halda hər bir insan Yəni bağa ən gedir, orada azından kabab çəkir. ay Yunus, kabab çəkə bilirəm. pomidor turşusu alırsınız mağazadan.
Hə, dolma. Xiyar turşusu Bu alırsınız. heç də da onun qapağından bunun qapağında fərqi var axı. Heç bir fərqi yoxdur. Yox, Nə fərqi yox, var yox, ki? necə yəni? Sadəcə Başqa olaraq bir bir qapaqda- balac. Böyük balaca. Yox, Yox, o birisi qapağı belə açırsan, amma bunu açırsan altda da fırlanır. altdan fırlamama, altın Ay, tutursan çox. üstün Hə, fırladırsan da. bax, Yəni açdım, sadəcə olaraq açdım. bir balaca. İndi məni öldürməyəcəksiniz, kindi belə açdım. Valla biz öldürürük də. Biz belə asırıq, kəsirik, hər bir sözü də burada deyirik. Valla mən yemək bişirməkdən biraz mən əringəc insanam. Yəni mən yemək bişirməkdə zaten aram yoxdur. Siz hansı Amma bölgədənsiniz? mən Biləsuvarlı. Biləsuvarlı. Amma yəni Biləsuvarlı. buradan salamlayıram. Amma istədim ki, yəni gəlim burada gözümü sınayım, mənə Yaxşı görüm. elədiniz, Əgər mən yaxşı. bu günləri yaxşı bişirsəm, mən sənətimi dəyişəcəm, pover kimi gedəcəm. Yox, bizim sənətlə işimiz olmasın. Hətta öz sənətimizdə qalın. Hə, zarafat. Mən də zarafat eləyirəm. Hə, soğanı vurdunuz. Vurdum, yatışdırdım. İndi düzəltdim. məşq eləyə bilərsiniz. Ətin o Yox, ətə də bəkliyini, sonra yumşaqlığını yoxlaya Hə, bilərsiniz. inşallah. Aha. Birazdan yeyəcəm. İndi baxacağam elə kartofu necə soyacaqsınız. Kartof soya bilirəm. Tavamız da yandı. Kartof soya bilirəm. Tava ikinci dəfə yanır. İkinci dəfə yanır. İkinci Aha. dəfə yanır, üçüncü dəfə. Üçüncüdür. Boynuna alır. Hə, Günay xanım, siz nə işlə məşğul olursunuz? Mən Samir müəllimin dəstəsində qız oxuyanam. Hə, siz də müğənnisiniz. Bəli. Müğənni də hə bir yerdə işləyirik. Yine icazə versəydiniz mən buradan. Əla. İndi səsiniz batıb. Sizin səsinizi biz necə qulaq dinləyək qulaq? Bax, bugün axşam toy olsaydı nə edəcəydiniz? Getməyəcəydiniz toya? Yaxşı şeir deyə bilir. Havalardan da nə desə bir balaca. Yox, indi mənim sualıma cavab ver. Bax, bu axşam toy olsaydı, toya getməyəcəydiniz? gedəcəkdim. Necə gedəcəydiniz? Danışanda belə çıxır amma oxuyanda başqa. Hə, indi oxuyarsınız, onda baxarıq. Belə deyək də, 2 gün öncə biz İmişlidə toydaydıq. Orada həyət toyu idi da, belə deyək, saat 1-də toy başladı, düz saat 12-yə kimi biz toy oxuduq. Günorta 1-də. Günorta 1-dən 12 yaxşı toy idi, yəni yaxşı toy keçdi, yaxşı oldu. Amma yəni biraz yorulduq. Mən yorulan deyiləm. Amma xanım hələ tezə-tezədir, ona görə yorulub. Hə, Səsi də təzədir. yorulub. Ümumiyyətlə, incəsənəti bitirmisiniz, yoxsa musiqi təhsiliniz varmı? Yox, musiqi təhsilim yoxdur, amma özümün qeyri-adi bir istedadım var, şeir yazıram. Şeir yazırsınız. Bəli, şeir Deyin yazıram. görüm şeirlərinizdən. Siz bişirin, vaxtınız çatmayacaq. Aha, buyurun, deyin şeirdən sonra bir duet oxuyarsınız Sən bizim. necə asantda elə. İyiyim deməyin, amma sabah benim şeirim, mənim şeirlərim biraz hüzünlü şeirlərdir. Olsun hüzünlü, biz sevirik hər janrda, belə deyək, hüzün olsun, komediya janrında şeirlər olsun. Bəli, bəli. Fərq etməz, biz sevirik, buyurun. Peki. Yetər ki, gözəl şeir olsun. Mənə biraz ondan danış. Mənə biraz ondan danış, mənim deyil. Hə, özünüz də yazırsınız həm də. Bəli, yazıram. Yaxşı, öz yazdığınızdan oxuyun. Öz yazdığımdan oxuyum. Daha doğrusu deyin. Biraz həyəcanla. Keçsin həyəcan. Biz heç görürsüz, verilişdə elə bir abu-havayı gəlin bunun ağzını bağlayaq. Siz rahat işinizi görün və oxuyun. Çünki o soğanlar bir balaca ölsün. Və əziz tamaşaçılar, bax onu deyirdim. Əziz tamaşaçılar, əgər soğanda bir balaca gecikmisinizsə, görə indi Yunus mən dediyimi təsdiqləyəcək ya yox. Ola bilər ki, mən kulinar deyiləm də, bir xanım kimi öz fikrimi deyim. Məsələn, iç ciyər bişirirsiniz. İç ciyərə soğan sonradan vurulur. Soğanı doğradınız, özü iç ciyərin soğanı uzun-uzun olurdu, gözəl belə qəşəng. Onu götürdünüz, bir qaba soğanı tökdünüz, doğrayıb, sonra duz əlavə edib əlinizlə sanki yoğurursunuz o soğanı. Bildiniz necə? Sanki yoğurursunuz və o soğanı öldürün. Öldürün də hətta o soğan bir balaca sulanacaq və sonra əlavə edin o iç ciyərin içərisinə. Elə suyunla bir yerdə. Lazım deyil suyunu tullamaq. Çünki onsuz da bişirəndə o suyun buraxır da. Yəni acı suyudur filan da elə düşünməyin. Elə əlavə edin. İndi Yunus desin yanlış Siz kulinar olmasanız da, yəni yetəri qədər mətbəxdən Çünki bilirsiniz necə, mən bura gələnlər bir başqa, çünki kulinarlar deyil, özünüz bilirsiniz. Və mən bura gələn kulinarlarda da heç kimdə görməmişəm ki, o soğanı öldürsünlər. Mən görmüşəm, Yox, soğan. xalalarda, nənələrdə, anamda, bir məsələn rəfiqəmdə görmüşəm. Hərədən bir şey Bir şey öyrənirəm. qeyd edeyim ki, Yunus. o soğanı hər dəfədə öldürmək olmaz. Haqlısınız, haqlısınız. Çünki Mən dedim, məsəl görürsünüz üçün- nə də Məsəl dedim üçün bir öldürürsən. çığırtma bişiririksə, onu eləsək, Mümkün o deyil. çığırtma olmayacaq. Mümkün deyil. O soğan orada bilirsiniz necə olacaq? Çox bərbad gündə. Mütəlləcəm aş bişiririksə, o onda olmaz. Bəli. Yəni onu məsəl üçün əslində bu içciyər bişirəndə əslinə qalsa, yəni cızbız adıdır, onun cızbız gedir. Orada soğan elə bir ki, ürək, ciyər, böyrək bir yerdə atılır, ağciyər ən axırda atılır da, Bəli. tez pişdiyinə Bəli. görə.
ürəkdən sonra soğan atılır ki, orada ölsün o soğan. Başa düşdüm. Amma bir də görürsən ki, bax görürsüz xanım Gecikmə olanda bəli. Gecikmə görürsüz mən dedim, əgər Gecikmə olanda gecikmişsinizsə, olar. o zaman o soğanı öldürə bilərsiniz və o soğan öləcəkdə həm yumşaq olacaq, həm də tez qatışacaq. O ətin dadını da tez götürəcək. Götürür. Amma belə yenə də o diri qalacaq. Duz vurdu. Hə. Amma yenə də Diri diriliyi qalacaq və qalacaq. dolmadan Hiss olunacaq. iyi gələcək, soğan iyi gələcək. Hiss olunacaq dolmada. Hə xanım, buyurun, deyin bir şeir. Sonra bir duet oxuyacaqsınız. Verilişin baş sponsoru Möcüzə Yağları. Verilişin sponsoru Azərdoz. Ərzaq təminatı Neptun Marketlər şəbəkəsi.